26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə 102 Xəbər Info və Inform Xəbər TV media qurumlarının rəhbərliyi və kollektivi tərəfindən geniş miqyaslı ziyarət təşkil olunub. Tədbir çərçivəsində vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib. Onların ailələrinə və şəhid analarına başsağlığı verilib. Eyni zamanda Vətən müharibəsinin cəsur qaziləri ziyarət olunaraq onların döyüş yolu və fədəkarlıqları bir daha ehtiramla xatırlanıb. Ziyarət zamanı şəhid anaları ilə birlikdə şəhidlərimizin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Qəhrəman qazilərimizə isə göstərdikləri şücaət və vətən qarşısındakı müstəsna xidmətlərinə görə media rəhbərliyi tərəfindən xüsusi fəxri diplomlar təqdim edilib. Bugün xalqımızın qürurlu bir bayram günüdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 108-ci il dönümü münasibəti ilə vətənimizin yağı düşmənlərdən təmizlənməsinə, ərazi bütövlüyü uğrunda döyüşlərdə al qanları ilə şəhidlərimizə tarix yazıb, tarixə qovuşan millətin qəhrəman oğullarını təltif etmək üçün bugün burada yığışmışıq. Təbrik edirəm. Başda Ali Baş Komandanımız olmaqla. Çox sağ olun, sizə də minnətdaram. Təşəkkür edirik. Bu qəhrəman oğullarımızdan birini sizə təqdim edirik. Kərimov Mehdi Çərkəzoğlu. 102 Xəbər Info və Inform Xəbər TV kollektivi və rəhbəri adından fəxri diplomlar təltif olunur. Təbrik edirik. Təşəkkür ederim. Çox sağ olun. Biz də bu təbriklərə qoşuluruq. Azərbaycan xalqını və başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan Cənab İlham Əliyev Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik edirik və başda 102 Inform Xəbər TV-nin kollektivinə, başda Azər Xudayaroğlu'nun təsisçisini təşəkkürümüzü bildiririk. Bayramımız mübarək olsun. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun.